Salam, xoş gördük. Necəsiz? Ümid edirəm ki, hər kəs yaxşıdır. Daha da yaxşı olmağımız üçün nələr mümkün? Mən Aynur İsmailova, yaşam koçu, kimya və biologiya müəllimi, Reiki master. Bugün sizinlə bir mövzuda söhbət edəcəm. Bugünkü mövzumuz qorxuların insana təsiri. Qorxu nədir? Qorxu deyəndə ağlımıza nələr gəlir? Bu haqda düşünək. Qorxu insanın hər hansı bir vəziyyətlərə qarşı, durumlara qarşı əslində özünü qoruma reaksiyasıdır. Biz qorxaraq nədənsə çəkinə bilirik. Biz qorxaraq hansısa addımı atmırıq. Bizi qorxudan nələr varsa da onlardan uzaq durmağa çalışırıq. Əslində bir tərəfdən baxanda qorxu faydalı bir şey hesab olunur. Amma həddindən artıq qorxu artıq insana ziyan verə bilər. Bugün də biz bu haqda danışacağıq. Qorxunun bir çox növləri var. İstəyirəm qorxunun növləri ilə sizi tanış edim. Müxtəlif təsnifatlar var. Mən sizə müəyyən qədər bilgilər verəcəm. Siz də özünüzün bilgilərinizi burada rəy bölməsində yaza bilərsiniz. Təbii qorxularımız var. Təbii qorxular deyəndə ağlınıza nələr gəlir, siz də bölüşə bilərsiniz. Misal üçün, təbii qorxulara aiddir. Hər hansı bir insanın instinktiv olaraq təhlükə gördüyü bir şeylər. Biz onlardan təbii olaraq qorxuruq. Bu qorxular insanın həyatını qorumaq məqsədi ilədir, xüsusilə də. Ətraf mühitlə bağlı qorxularımız var. Məsələn, çevrə ilə bağlı qorxulara misal olaraq zəlzələlər, tufanlar, ildırım, yəni təbii fəlakətlər və s.ni nəzərdə tutmaq olar. Və ya çevrə ilə bağlı qorxulara yol qəzaları, oğurluq və s.ni də deyə bilərik. Bəzi qorxular var ki, həmçinin insanın zehni vəziyyəti ilə də bağlıdır, daxili dünyası ilə də bağlıdır. Misal üçün, tək qalmaqdan qorxmaq, uğursuzluqdan qorxmaq və ya başqalarının gözündə dəyərsiz olmaqdan qorxmaq. Bunlar sosial qorxular da hesab olunur. Mədəni və sosial qorxulardan həmçinin insanı hər hansı bir cəmiyyətə uyğunlaşa bilməmək qorxusu, cəmiyyətdə qəbul edilə bilməmək qorxusu, tənqid edilmək qorxusu və ya qeyri-adi davranış sərgiləməkdən qorxmaq. Bunlar hər biri psixoloji durumlarla əlaqəli olan, insanın zehni durumları ilə əlaqədar olan qorxulardır. Əslində qorxuların bəziləri bizə lazımdır və bunlar real qorxulardır. Bəzi qorxular var ki, biz onları özümüz olmayan şeydən ortaya çıxardırıq. Buna nəzərən qorxular iki yerə bölünür. Rasional qorxular və irrasional qorxular. Rasional qorxular o qorxulardır ki, real təhlükələrdən yaranan qorxulardır. Və bu insanın təhlükəsizliyini təmin etmək üçündür. Misal üçün buna misal olaraq bir insan əgər hündürlüyə çıxmaqdan qorxursa da, hündürlükdə olmaqdan qorxursa da, bu rasional qorxudur ki, o hündürlükdə o yıxıla bilər, təzyiqi qalxa bilər, hansısa bir nəsə real bir təhlükə ola bilər orada və yaxud da yol qəzasından qorxmaq. Yolda maşınların sürətli sürülən yerlərində istər-istəməz səndə bu qorxu yaranır ki, maşınlar sürətli gedir və mən burada bir qəza edə bilərəm. Yəni bu rasional bir qorxudur və sən orada ehtiyat edirsən. Özünü qorumağa çalışırsan ki, həmin o hallardan uzaq durasan. Bu rasional qorxudur. Bir də var irrasional qorxu. Yəni bu real olmayan bir qorxudur. Bizim özümüzün beynimizdə formalaşdırdığımız bir qorxudur ki, əslində bu qorxular olmayan bir şeylərdən yaranır və bizim beynimizi çox məşğul edən bir qorxulardır. Misal üçün, hər hansı bir həşəratdan qorxmaq. Yəni kiçik bir həşəratdır, o orada durub, sən ona baxırsan, qorxursan. O həşərat sənə heç bir ziyan vura bilməz, düzdürmü? Rasional qorxularda biz hər hansı bir ziyan görə bilərik. Amma irrasional qorxularda o bizə ziyan vura bilməz əslində. Biz beynimizdə onu ziyanlı kimi görürük. Biz beynimizdə onu böyük bir şey kimi düşünürük. Və yaxud da tutalım, elə insanlar var, toyuqdan qorxurlar. Nə bilim, elə insan var ki, harasa gedəndə
tanımadığı insanlara qarşı qorxu özündə formalaşdırırlar. Yəni bu qorxular çox vaxt real hesab olunmur. Bəzi qorxular var ki, insanların həyatında yaşadığı təcrübələrdən qaynaqlanaraq formalaşır. Yəni əslində bu insanda bu qorxu yox idi, amma həyatında hansısa bir şey yaşayır və o yaşadığı bir şey ona təhlükə yaradır. Ondan sonra o artıq həmin o şeydən qorxur. Misal üçün, bir insan normalda itdən qorxmur, amma yol getdiyi yerdə it gəlib bir dəfə onu dişləyir. İt onu dişləyəndən sonra o artıq harda it görürsə qorxur. Çünki təcrübə ilə o gördü ki, it insanı dişləyir və ona ziyan vurur. Ona görə o hər yerdə itdən qorxmağa başlayacaq. Və yaxud da təyyarəyə minməkdən insanların çoxu qorxmurlar. Və bir insan təyyarəyə mindi, təyyarədə o qəza yaşadı. Artıq bu onun təcrübəsidir. İndi bunu dedim, tüklərim biz oldu. Bu arada son günlərdə təyyarədə dünyasını dəyişən bütün həmvətənlərimizə Allahdan rəhmət diləyirəm. Dünyasını dəyişənlərə və həmçinin sağ qalanlara da Allahdan şəfa diləyirəm. Həmçinin təyyarədə o insanları xilas etmək üçün qəhrəmanlıq göstərən onların pilotlarına, bələdçilərinə, hər birlərinə də şəfa diləyirəm. Sağ olanlara da bir daha sağlamlığının daha da yaxşı hala düşməsini diləyirəm. Belə qəzalar inşallah bir daha olmaz. Allah bütün insanları qorusun, həmçinin xalqımızı da qorusun. Yəni o təyyarə qəzasında təcrübə olaraq onlar bu acını yaşadılar. Artıq o onlarda travma halında qaldı və buna görə də onlarda təyyarəyə minmək qorxusu formalaşdı. Yəni bu təcrübədən olan bir qorxudur. Və yaxud da kimsə getdiyi yerdə hansısa böcək onu dişlədi. Böcək onda hansısa bir müəyyən mənfi təsirlər buraxdı. O artıq böcəklərdən qorxacaqdı. Bu dediyim kimi təcrübədən yaranmış bir qorxulardır. Bəzi qorxular da var ki, irsən ola bilər. Yəni onun qohumlarında bu qorxular varsa da insan o qorxulara meyilli olur. Ümumiyyətlə genetik faktorlar bir çox şeydə rol oynayır. Qorxularda da müəyyən qədər rol oynayır. Yəni demirəm tam olaraq, amma müəyyən qədər rol oynayır. Bilirsiniz ki, bir çox xəstəliklər var ki, irsən keçir. Əgər nəsildə hansısa xəstəlik varsa da övladlarda da onun olma ehtimalı var. Ona görə də qorxuların da irsən keçə biləcəyi ehtimal olunur. Və bu da hər insanda fərqli şəkildə təzahür eləyə bilər. Biz qorxuların növləri ilə müəyyən qədər tanış olduq. Və sizdə hansı qorxular var, bölüşə bilərsiniz və yaxud da hansı qorxu növlərini bilirsinizsə də yaza bilərsiniz. Onlar haqqında da mən sizə fikrimi bildirə bilərəm. Bildiyimiz kimi bu qorxular bizim həyatımızda mənfi təsirlər buraxacaq. Niyə? Çünki nədən qorxuruqsa da, əvvəldə də dedim, biz ondan uzaq durmağa çalışırıq. Biz onunla məsafəli oluruq. Biz onu həyatımızda görmək istəmirik. Psixoloji qorxudursa da onu etmək istəmirik. Misal üçün, elə insanlar var ki, toplum qarşısında çıxış etməkdən qorxur. Artıq o toplum qarşısında çıxış edə bilməyəcəkdir. Hətta belə bir şey oxumuşdum mən ki, tanınmış iş adamı var ki, o böyük bir şirkət yaratmasına baxmayaraq heç vaxt insanların qabağında çıxış etməzdi. Niyə? Çünki onun qorxusu vardı və o bunu danışırdı ki, təcrübədən qaynaqlanan bir qorxu olmuşdu bunda. Uşaq vaxtında müəllimə dərs danışanda həmin o iş adamı nəysə necə olubsa yanlış deyib, necə olubsa deyibdi və belə olanda müəllim bunu ələ salıbdı. Hansısa sözümü düz deməyib, nəysə düz deməyib, tam olaraq xatırlamıram. Müəllim birinci ona nəsə elə bir söz deyib ki, o utanmağa başlayıb, sonra da uşaqlar ona başlayıb gülüblər. Bu artıq təcrübədən qaynaqlanan bir qorxu kimi formalaşıb onda. Və müəyyən vaxtdan sonra artıq onun özü də bilmədən şuur altı olaraq onda o qorxu formalaşıb və o insanların qarşısına çıxış edə bilmirmiş. Və sonradan deyir ki, həmin insan seanslara müraciət edəndən sonra bu qorxusunu da aşa bilib. Yəni əvvəl bilmirdi ki, bu bunda nə səbəbdəndir. Aha, müəyyən qorxulardan siz yazmısınız. Yaxın adamları itirmək qorxusu. Bəli, insanlarda ölüm qorxusu var, əzizlərini itirmə qorxusu var, gələcək qorxusu, bu qeyri-müəyyənlik qorxusudur, bəli. Elə insanlar var, düşünür ki, misal üçün, bu işi görsəm, nəticəsi necə olacaqdır? Bu da bir qorxudur. Və bu qorxularımız bizi o işi görməyə
qoymur. Uğursuzluq qorxusu var. Bunlar bizi hər hansı bir addımı atmaqdan saxlayır. Tək qalmaqdan qorxmaq var. Bu bizim yanlış insanlarla münasibətə girməyimizə gətirib səbəb olur. Hətta ailə qurmaqdan da qorxanlar var. Bu da nədən qaynaqlanır? Bəzən olur ki, yalnız özümüz yaşadığımız yox, ətrafımızda olan insanların bizə dediyi hansısa cümlələr belə bizdə şuuraltı qorxuları formalaşdıra bilər. Misal üçün, bir insanın ətrafında kimsə deyir ki, evlənmək yaxşı şey deyil, evlənsən, nə bilim, boşana bilərsən və s. O insanın beynində şuuraltı olaraq evlənməkdən qorxu yaranır. Və beyin onu qoruyur ki, sən evlənsən, sən boşana bilərsən, sən həyatın məhv ola bilər, pislik görə bilərsən və s. Bu da qorxunun bir növüdür. Yəni belə, yalnız təcrübədən deyil, həmçinin kimlərinsə bizim yanımızda bunu dəfələrlə təkrar deməyi də, xüsusilə də bizə əziz insanların, bizim həyatımızda rolu olan insanların dəfələrlə bunu deməyi belə bizə mənfi təsir edə bilər. Həmçinin özümüz yaşadığımız yox, qarşımızda gördüyümüz bir şey də bizi qorxuda bilər. Hansı ki, indi o təyyarədə olmayan insanlar da bu qəzanı görəndən sonra müəyyən qədər onlarda qorxu formalaşır ki, birdən mən də nə vaxtsa təyyarəyə minərəm, mənim də başıma bu hadisə gələ bilər. Bu artıq kollektiv qorxu olur. Niyə? Çünki son dövrlərdə hər kəs ancaq bu haqda düşünür və bu haqda danışır. Və bu insanın şüur altına çox güclü təsir etməyə başlayır və insanlar bu səbəbdən də artıq təyyarəni özləri üçün qorxu mənbəyi kimi görməyə başlayırlar. Bu da ətrafdan qaynaqlanan bir qorxu kimi ortaya çıxa bilir. Mən sizə bugün qorxuların insana təsirləri haqqında danışacağım. Qorxularla müəyyən qədər tanış olduq. İndi istəyirəm sizə deyim, qorxular bizim həyatımıza necə təsir edir. Məni dinləyənlər, sizcə qorxular sizin həyatınızda nələri əngəlləyir? Sizə necə təsir edir? Burada yaza bilərsiniz. Sonra mən ətraflı olaraq sizə hər bir şeyi izah edəcəm. Əslində, müəyyən qədər dediyim kimi qorxu bizə lazımdır. Amma həddindən artıq olan qorxular, real olmayan qorxular bizim həyatımızda irəli getməyimizə çox mane olur. Və beləliklə də biz əslində uğur qazana biləcəyimiz halda uğur qazana bilmirik. Əslində nəyisə edib gözəl nəticə əldə edəcəyimiz halda bunu etmirik. Bunlar hamısı qorxuların bizə olan fəsadlarıdır. Və biz bunları dəf etmədikcə, bunları görüb, bunların nə olduğunu bilmədikcə, fərqində olmadıqca, tanımadıqca, onlarla üzləşmədikcə, onları aradan qaldırmadıqca bu əngəllər daim bizim həyatımızda qalacaq və onların qalması da bizim irəli getməyimizə, bizim uğurlu olmağımıza çox böyük əngəllər yaradacaqdır. Yəni, ona görə də biz öz qorxularımızı tanımalıyıq. Qorxularımızı tanımaq lazımdır. Qorxularımızın nə olduğunu bilmək lazımdır ki, sonra lazım olan addımları da ata bilək. Bölüşün siz öz qorxularınızı. Mən də sizə qorxulardan biz hansı mənfi təsirləri görürük, bunları bölüşəcəm. Buyurun, yaza bilərsiniz fikirlərinizi. Yeni gələnlər xoş gəldiniz. İş tapmaqda olan qorxular. Aha, qorxuların növlərini demirəm. Hansı qorxunuz sizə necə təsir edir? Yetərsizlik qorxusu. Aha. Bunlar sizin həyatınıza necə təsir edibdir? Onları bölüşə bilərsiniz. Özgüvənsiz olmuşam. Aha. Bölüşün fikirlərinizi. Yəni, hansı qorxunuz var və bu qorxu sizin həyatınıza hansı təsirlər buraxıbdır? Bunları bölüşə bilərsiniz. Özümə inamsızlıq. Aha, bunu oxudum.
Qorxularımızı daha yaxşı tanımaq üçün sizə bir neçə suallar verim. Bu sualları verməklə də qorxularınızla daha yaxşı tanış ola bilərsiniz. Özünüzə sual verə bilərsiniz ki, bu qorxu mənim üçün nə deməkdir? Bu qorxu mənə nə öyrətmək istəyir? Və qorxularla bağlı addımlar atmağınız lazımdır. Yəni, qorxunu gördünüz, tanıdınız və bununla mübarizə üçün mən nə addım ata bilərəm? Yaxşı olar ki, qorxuların üzərinə gedək. Biz qorxuları beynimizdə gücləndirdikcə, biz o qorxuları özümüz üçün daha da yüksəyə qaldırdıqca, bu artıq bizim beynimizdə gərginlik yaradacaq, bizi daha da incidəcək və biz əslində adi bir şeyləri öz həyatımızda çətinləşdirəcək. Ertələmə yaradır qorxular. Bəli, çox haqlısınız, ertələmə yaradır. Qorxularınız üçün sizə müəyyən olmama cümlələri də deyə bilərəm ki, nə zaman ki, nəyisə etmək istəyəndə və yaxud da nələrdəsə siz özünüzdə əngəl görəndə özünüz üçün olumlamalar deyə bilərsiniz ki, bu olumlamalar sizin şüuraltınızı hərəkətə keçirə bilər. Misal üçün, mən güclüyəm, qorxularımı aşmaq gücünə sahibəm. Bunu bir mantra şəklində yazın, haralsa qoyun, gözünüzün qabağında olsun və yaxud da tez-tez deyin, telefonunuzun ana ekranına qoya bilərsiniz. Və ya qorxularım mənə özümü inkişaf etdirmək üçün yeni yollar göstərir. Bu da çox gözəldir. Bu cümlələri və yaxud da əlavə də özünüz üçün, sizin üçün daha gözəl qəbul etdiyiniz hansısa cümlələri hər gün özünüzə deyə bilərsiniz ki, bu sizdə şüuraltınızda sizi incidən, sizi qorxudan o duyğuları, o düşüncələri tapsın və onlarla siz yeni neyron bağları yaradasınız ki, onlar artıq ləğv olunsun, yerinə yeni düşüncə tərzləri yaransın. Qorxular əslində bizim zehnimizdə formalaşan bir şeydir. Bizim duyğularımız, zehnimiz bir-biri ilə işbirliyi edərək bizim şüuraltımızda o qəlibləri formalaşdırır və beləliklə də bizim həyatımızı əngəlləməyə başlayır. Ona görə də mütləqdir ki, biz öz qorxularımızı üzə çıxardaq, onlarla işləyək, onların fəsadlarını aradan qaldıraq və bu da bizim həyatımızı yaxşılaşdırsın. Qorxuların həyatımıza təsiri haqqında danışaq. Qorxuların həyatımıza, sizə dedim, indi siz müəyyən qədər yazdınız, gözlədim ki, yazasınız, amma yetərincə sizdən cavablar almadım, ona görə də bölüşmək istəyirəm. Qorxuların həyatımızda bir çox təsirləri var. Fiziki təsirləri var, duyğusal təsirləri var, həmçinin enerji təsirləri, enerjisel olaraq təsirləri çoxdur. Misal üçün, duyğusal təsirlərə nələri misal göstərmək olar? Stres, narahatlıq, insanın özgüvəninin aşağı düşməsi. Bu, bizdə qorxu hər olduqca bizə təsir etməyə başlayır və bizi gərginləşdirir. Xüsusilə narahatlıq hissi çox pisdir, insana çox ziyan verən bir hissdir. Və beləliklə də biz bir çox şeylərdə özümüzü geri salmış oluruq. Fiziki təsirlər də çoxdur. Bilirsiniz, mən biologiya müəllimiyəm. Fiziki olaraq daim qorxu içində yaşayan insanlarda onların əzələlərində gərginlik və sıxılma baş verə bilir. Onlarda daim bədən yorğunluq halında olur, daim gərginlik halında olur. Bir çox yuxu problemləri yaşaya bilir. İnsanda ürək mərkəzində, xüsusilə əzələlərdə, başda ağrılar, gərginliklər formalaşmaya başlayır ki, bu da insanı çox pis hala sala bilər. Fiziki olaraq təsir göstərə bilər, müəyyən xəstəliklərə yol aça bilər ki, bu da insanın ən çox gözlə görülən təsirləri fiziki halındadır. Ki, yəni sən görürsən ki, artıq sən o qorxularla hansı vəziyyətlərə düşürsən. Qorxan insanlar necə olur? Bir şeydən sən qorxdun. Qorxan zaman bədənin istiliyi artmağa başlayır. O istilik də müəyyən qədər artanda sən daha çox enerji sərf etməyə başlayırsan və bu da sənin gücünü azaltmağa başlayır fiziki olaraq. Ona görə də hər zaman hər şeyə qarşı qorxuyla olmaq fiziki olaraq sənin tükənməyinə gətirib çıxarda bilər.
İnsanda belə bir mexanizm var. Nəyisə bir qorxulu bir şey görəndə deyir savaş ya da qaç. Yəni ya onunla mübarizə aparmalısan, ya da ondan qaçmalısan. Hər biri də insanda enerji tələb edən bir şeydir və bu da insanın gərginləşməyinə gətirib çıxarda bilər. İnsanın şəxsi inkişafına mane ola bilər qorxuları. Yəni nə ola bilər? İnsan bəzən fürsətləri dəyərləndirə bilmir. Yəni nə ilə bağlısa sənə təkliflər gələ bilər, amma sənin onunla əlaqəli qorxuların var deyil, sən o tərəfə baxmırsan belə. Və yaxud da yaradıcılığı məhdudlaşır. Qorxuları onun irəli getməyinə mane olur. Bəlkə də onun hansısa istedadı var, bacarığı var, amma hansısa qorxuları onu əngəlləyə bilər. Riskdən çəkinir insanlar, qorxusu olan insanlar çox şey etmirlər. Etmək istədiklərini də etmirlər qorxularına görə. Bayaq dedim isə ki, hansısa kimsə iş qurmaq istəyir, amma deyir birdən batıraram. Ona görə o işi görmür ki, birdən batırar. Amma bəlkə də o işi görsə çox gözəl nəticələr əldə edə bilər. Ona görə də bu qorxular ona əngəl yarada bilir. Həmçinin enerji bədənimizdə qorxulardan çox böyük ziyanlar görür. Bilirsiniz ki, insan enerji varlıqdır. Ümumiyyətlə, bütün canlıların hər birinin enerjisi var. Hətta cansızların belə enerjisi var. Bizim enerji mərkəzlərimiz var və auramız var. Və qorxu enerjisi titrəşimi çox aşağı olan bir enerjidir. Və insanın titrəşimi aşağı olanda da nə baş verir? Aşağı titrəşimli durumları, hadisələri özünə çəkə bilir. Biz bir şeydən əgər qorxuruqsa da, çox vaxt o qorxuda nədirsə də onu özümüzə çəkə bilərik. Xüsusilə bu psixoloji olan qorxulardan nəzərdə tuturam. Yəni nəyinsə olacağından qorxuruqsa da, o şeyi biz düşüncələrimizlə özümüzə çəkə bilərik. Bu da mənfi təsirlərdir. Misal üçün elə ölüm qorxusunun özündən deyək ki, bəzi insanlar var, o qədər onu dərinləşdirir beynində. Elə insanlar var, deyir ki, mən bilirəm ki, mən filan yaşımda öləcəm. O qədər beynini buna inandırır ki, gəlir elə həmən yaşda da ölür. Sonra deyirlər ki, bunun ürəyinə dammışdı, öldü. Ürəyinə dammışdı deyilir, o qədər beynində bununla özünü inandırır ki, şuuraltı olaraq. Artıq o düşüncə, o titrəşim enerjisel olaraq onun həyatının sonuna gətirib çıxarda bilir. Bəli, qorxularımızı yaşayırıq çox hallarda. Və nə zaman yaşayırıq? Duyğu olaraq biz onu dərindən hiss eləyəndə. Düzdür, bizim çox düşüncələrimiz var. Gün ərzində insanın ağlından neçə 100 min, bəlkə də daha çox düşüncələr keçir. Hansı düşüncələr bizə daha çox təsir edir? Hansını ki, biz duyğusal olaraq hiss eləməyə başlayırıq. Misal üçün, bir filmə baxırsınız. O filmdə sizi təsirləndirən, duyğusal olaraq sizə təsir edən nələrsə varsa da, artıq siz onu özünüzə yaxın buraxdınız. Və onunla bağlı sizin qorxularınız olanda, onu dövrü olaraq beyninizdə təkrar düşünəndə, bu sizdə artıq özünüzə çəkmə məsələsinə gətirib çıxarda bilər. Sağlamlığa ciddi zərərdir. Qorxu mütəmadi olanda da zərərlər daha tez görünür. Bəli, elə onu demək istəyirəm. Dövrü olaraq bir şey olursa da, onun təsirlərini biz daha tez görə bilirik. İnsan var, pul itirmə qorxusu var. Doğrudan da o qədər onun beynində düşünür ki, o doğrudan da pulunu itirir. İnsan var, daha çox pul qazanmaqdan qorxur. Fikirləşir ki, mən çox pul qazansam, kimsə o pulu mənim əlimdən alar. Nə bilim, çox pul qazansam, başıma bir fəlakət gələr. Şuuraltı onu blokajlayır. Görün, qorxular insana nə qədər blokajlar yaradır. Və enerjisel olaraq artıq ona çox mənfi təsirlər göstərir. O heç nə etmək istəmir. Ki, birdən gəlir deyir ki, niyə mənim bolluq bərəkətim aşağıdır? Niyə mən irəli gedə bilmirəm? Daha çox pul qazana bilmirəm? Bu şuuraltı, bu səbəblər, bu qorxular əslində biz nə dedik? Qorxu insanı qorumaq üçündür. Və şuuraltı səni qoruyur ki, sən çox pul qazansan, sənin başına fəlakət gələ bilər. Ona görə də sən çox pul qazanmaq istəmirsən. Deyirsən ki, yox, çox pul qazansam nəsə olar. Çox pul qazansam oğurlayarlar. Bax, bunlar hamısı qorxulardır. Və sən onu beynində o qədər düşünürsən ki, birincisi bu sənə dediyim kimi çox pul qazanmağına mane olur. İkincisi də yox, əgər bunu bitər, aşa bilsən, çox pul qazansan, doğrudan da qorxduğun nədirsə, fəlakət mi deyim, əlimdən alarlar mı deyim, doğrudan da onu yaşamış olacaqsan. Ona görə də
Bu qorxuları tanıyın, yenə də deyirəm və bu qorxulardan azad olmaq üçün lazım olan addımları atın. Mən sizə müəyyən suallar dedim, mən sizə müəyyən afirmasiyalar dedim. Sonra qorxuların üzərinə gedin. Məsəl üçün hansısa qorxunuz varsa da o qorxunun rasional yoxsa irrasional olduğunu müəyyənləşdirin. Əgər bu qorxu hansısa təcrübədənsə qaynaqlanıbsa da, hansısa travmadan qaynaqlanıbsa da, ətrafdan deyilən sözlərdən qaynaqlanıbsa da, bununla mübarizə aparmaq üçün beyninizdə yeni düşüncə qəlibləri formalaşdırın. Bunun əslində bir dəfə olub deyə hər zaman belə olmayacağı düşüncəsini beyninizdə formalaşdırın. Yox, bu sizi daha çox incidirsə də bununla bağlı seanslar alın. Psixoloq seansları alın, enerji seansları alın. Enerjisel olaraq ziyanlarından sizə danışırdım. Misal üçün, siz bilirsiniz ki, bədənin aurası var və o bizi müəyyən təsirlərdən qoruyur. Və bizim qorxu frekansımız, qorxu enerjimiz güclü olanda bizim auramızda müəyyən yırtıqlar əmələ gəlir. Yəni, bunu yırtıq deyərkən enerji bədəni olaraq nəzərdən keçirində auramız zəifləməyə başlayır və ətrafda olan təsirlər bizi daha çox incidə bilir. Bilirsiniz ki, aura bizim bədənimizin ətrafında olan bir enerji sahəsidir və bizim auramız zəif olanda artıq hər hansı bir problem bizim fiziki bədənimizə keçməyə başlayır. Ona görə də bizim auramız hər zaman güclü olsa, fiziki bədənimizə xəstəliklər daha gec keçər. Ona görə də biz enerji bədəni olaraq nəsə bir problem görəndə, vaxtında onu şəfalandıranda, onun qarşısını alanda artıq fiziki xəstəliklər də bizdə olmur. Və yaxud da bilirsiniz ki, bədəndə enerji mərkəzləri var, çakralarımız var. Qorxuların olması bizim çakralarımızı da blokajlayır və hər bir çakra bizdə müəyyən bir funksiyaya malikdir. Və o çakralarda olan blokajlar onların funksiyaları ilə əlaqədar insanın ziyan çəkməsinə gətirib çıxardır. Misal üçün, qorxularla bağlı xüsusi olaraq kök çakramız. Kök çakramız qorxuların olması kök çakrada blokajlar yaradır. O da insanda güvənsizlik duyğunu formalaşdırır. İnsanın bu dünyada mərkəzləşməsinə mane olur, hər şeydən şübhə ilə yanaşır. Yəni, bolluq bərəkətinə daha çox mənfi təsir göstərir, münasibətlərinə təsir göstərə bilər. Ona görə də biz nə etməliyik? Özümüzü hər zaman tanımalıyıq və özümüzü hər zaman analiz etməliyik. Öz addımlarımıza diqqət etməliyik. Öz davranışlarımıza diqqət etməliyik ki, nəsə baş verirsə, görürsən bunu mən hansı səbəbdən etdim? Nə ilə əlaqəli bu ola bilər? Əgər bunları etmək sizə çətindirsə də, mütləq bir professional yardımı alın, kitablar oxuyun, nə bilim, əgər seanslara yazıla bilmirsinizsə də, müəyyən təlimlər alın, YouTube-da çoxlu videolar var, onları izləyin. İndi bugün siz məni izləyirsiniz, demək ki, siz özünüzlə bağlı nələrinsə fərqində olmaq istəyirsiniz. Bu da çox gözəldir. Və bu öyrəndiklərinizlə bağlı özünüzü analiz edin, həyatınıza tətbiq edin bilgilərinizi və özünüzün qorxularınızın üzərinə gedərək onları aradan qaldırmaq üçün daim hərəkətdə olun. Yəni, bu bir tərəfli olmur. Misal üçün, enerji olaraq siz enerji seansları ala bilərsiniz. Psixoloji olaraq psixoloq seansları ala bilərsiniz. Tamam, bunlar yaxşıdır. Bəs hərəkət olaraq mən nə etməliyəm? Mütləq bunların hamısı bir yerdə olmalıdır ki, sən bu qorxularla tam mübarizə aparıb yeni bir reallığa özünü çıxardasan. Ona görə də çalışın hər zaman özünüzlə işləyin, nəyin hansı səbəbdən olduğunun fərqində olun və bunları aradan qaldırmaq üçün daim nələrsə edin. Burada bir psixoloji test var. İstəsəniz bu testi də sizlə etmək istəyirəm. Qorxularla bağlı. Sadəcə özünüzü bir analiz edin. İndi mən sizə dedim, analiz edin, düşünün. Ola bilər ki, müəyyən hissəniz nələrsə edəcək, müəyyən hissəniz nələrsə etməyəcək. Amma istəyirəm ki, elə praktik olaraq burada mən sizinlə nələrsə bölüşüm ki, elə buradan faydalanmış olasınız. Demək, mən sizə suallar verəcəm. Siz bu suallara bəli və xeyr cavabları verəcəksiniz. Verdiyiniz cavabları sonda sayırsınız və ona uyğun mən sizə nəticəni bölüşəcəm. Mən bunu həmişə barmaqlarla edirəm, belə testlər edəndə. İstəsəniz, yenə də barmaqlarla edə bilərsiniz. Demək, bizim 10 barmağımız var, bilirsiniz. Bəli cavabı olanda əlinizi, barmağınızı yumursunuz. Xeyr cavabı olanda barmaq yerində qalır. Neçə barmağınız yumulsa, o qədər bəli cavab olacaq. Neçə barmağınız açıq qalsa, o qədər də xeyr cavab olacaqdır. Gəlin, indi başlayaq. Hazırsınız, plus qoyun. Mən sizə sualları bölüşəcəm. Hər kəs plus qoysun.
Aha. Bu test sizin qorxularınızı daha yaxşı anlamanıza kömək edəcək. Hər suala bəli və ya xeyr cavabı verirsiniz. Bəli cavabı verəndə barmağınızı yumun. Xeyr cavabı verəndə barmağınız açıq qalsın. Sonda isə neçə bəli cavabınız olsa, ona uyğun mən sizə nəticəni deyəcəm. Əsas bizə lazımdır bəli cavablarının sayını bilmək. Yəni yumduğunuz barmaq neçədirsə də onun sayını bilmək. Gəlin başlayaq. Sual 1. Çətin qərar qəbul etməkdən çəkinirəm, çünki uğursuzluqdan qorxuram. Əgər cavabınız bəlidirsə, barmağınızı yumun. Çətin qərar qəbul etməkdən çəkinirəm, çünki uğursuzluqdan qorxuram. Sual 2. Bəzən başqalarının fikirləri mənim seçimlərimə təsir edir. Əgər cavab bəlidirsə, ikinci barmağınızı yuma bilərsiniz. Aha. Üçüncü sualı deyirəm sizə. Yeni bir şeyə başlamaq mənə narahatlıq verir. Yeni bir şeyə başlamaq mənə narahatlıq verir. Cavabınız bəlidirsə, barmağınızı yumun. Yeni bir şeyə başlamaq mənə narahatlıq verir. Sual 3 idi bu. Sual 4. Həyatımda dəyişikliklər etməkdə tərəddüd edirəm. Həyatımda dəyişikliklər etməkdə tərəddüd edirəm. Bəlidirsə bağlaya bilərsiniz. Sual 5. Keçmişdə etdiyim səhvlər hələ də mənə təsir edir. Keçmişdə etdiyim səhvlər hələ də mənə təsir edir. Sual 6. Çox vaxt bunu edə bilmərəm kimi düşüncələrim olur. Çox vaxt bunu edə bilmərəm kimi düşüncələrim olur. Əgər cavabınız bəlidirsə, əlinizi yumursunuz. Sual 7. Rədd edilməkdən qorxduğum üçün hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Rədd edilməkdən qorxduğum üçün hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Sual 8. Riskli qərarlar qəbul etmək mənim üçün çətindir. Riskli qərarlar qəbul etmək mənim üçün çətindir. Sual 9. Həyatımın müəyyən sahələrində özümü məhdud hiss edirəm. Həyatımın müəyyən sahələrində özümü məhdud hiss edirəm. Və sual 10. Daha yaxşı olacağına inanmaqdansa tez-tez pis ssenarilər haqqında düşünürəm. Bu da sual 10. İndi baxın barmaqlarınıza, görün neçə barmağınızı yummusunuz, neçə bəli cavabınız var və burada rəydə yazın. Sonra mən sizə nəticələri bölüşəcəm.
7, 5 bəli oldu, 7 bəli oldu, 8 bəli oldu. 8 bəli o deməkdir ki, yəni çoxsunda müsbət cavab var. Aha, 4 və ya 5. Tamam. Gəlin cavablarınıza baxaq. Nəticələr necə olacaq? Birincisi, əgər cavabınızda 3-ə qədər bəlidirsə də nəticə, siz qorxularınıza nəzarət edə bilirsiniz və onların həyatınıza təsiri azdır. Özünüzü inkişaf etdirmək üçün çalışaraq bu balansı qoruyun. Bu bizim 3-ə qədər olan nəticəmiz idi. Əgər bəlinin sayı 4-7 arasıdırsa, 4-dən 7-yə qədərdirsə, qorxularınız bəzi sahələrdə sizi məhdudlaşdıra bilər. Onları tanıyıb kiçik addımlarla üzərinizdə işləmək üçün vaxt ayırın. Əgər bəli sayımız 8-10 arasıdırsa, qorxularınız həyatınıza ciddi təsir edir. Bu barədə düşünmək və qorxularla işləmək üçün bir mütəxəssisdən dəstək alın. Bu bizim nəticələrimiz idi. İndi baxın görün sizdə necə idi və buna uyğun da nələrsə edə bilərsiniz. Bu ümumi test idi, yəni ümumi nəzərdən keçirmək üçündür. Amma siz daha dərin analizlər etməlisiniz ki, hər şeyin necə olduğunu daha da yaxşı biləsiniz. Dediyim kimi, bununla bağlı araşdırmalar apara bilərsiniz, təlimlər ala bilərsiniz, seanslar ala bilərsiniz və həmçinin mən bu son durumları nəzərə alaraqdan Reiki enerjisi ilə qorxuların şəfalanması seansları keçirirəm. Artıq dünən biz bir seansımızı keçirdik. Dünən axşam bir seansımız oldu, qorxuların şəfalanması seansı və istəklər olduqca mən mütəmadi olaraq bu seansları keçirmək istəyirəm. Minimum 5 nəfər iştirakçı qəbul edirəm. Bu seansda siz nələr əldə edirsiniz? Ümumi olaraq qorxu enerjisi sizin auranızda varsa da bunları şəfalandırmaq üçün, həmçinin rahatlıq duyğusunu özünüzdə formalaşdırmaq üçün, qorxularınız nədən qaynaqlanırsa da enerjisel olaraq bunların hər birinin şəfalanması üçün müəyyən fərqindəliklər sizdə yaradacaq. Enerji olaraq qorxu enerjisi sizin auranızdan təmizlənir, şəfalanır və beləliklə də onun sizə gətirdiyi hansı fəsadlar varsa da zamanla siz bunları aradan qaldırmağa başlayırsınız. Sizə fərqindəliklər gəldikcə sizin şuur altınız, enerji bədəniniz bu qorxuların enerjisindən təmizləndikcə artıq siz hərəkətə keçməyə başlayırsınız. Hansı sahədə bu qorxularınız sizə mənfi təsirlər buraxmışdırsa da o fəsadlar zamanla dönüşməyə başlayır və siz hərəkətə keçdikcə gözəl nəticələr əldə edə bilərsiniz. Çox sağ olun, siz də sağ olun. Bu seansla bağlı əgər kimlər bu seansı almaq istəyirsə də mənə müraciət eləyə bilərsiniz. Seansımız qrup seansıdır, qorxuların şəfalanması seansıdır. WhatsAppda keçirilir. Daha ətraflı məlumat almaq istəsəz, mənə şəxsiyə yazın. Sizi qeydiyyat qrupuna əlavə edim. Nə suallarınız varsa da orada cavablandırın. Burada da suallarınız varsa da yaza bilərsiniz. Onları da cevablaya bilərəm. Və vaxt necə təyin olunur? Qrupda artıq neçə nəfər iştirakçı olursa da onlara nəzərən mən ümumi vaxt təyin edirəm və birgə vaxtı təyin etdikdən sonra seansı edirik. Və burada seansda həm sizin qorxularınız şəfalanır, həm də sevgi enerjisi ilə qorxuların enerjisi təmizlənmiş olur. Qorxu enerjisini sevgi enerjisinə çeviririk. Burada seansda olanlardan kimlərsə varsa da təəssüratlarını bölüşə bilərsiniz. Dünənki seansda kim iştirak eləmişdirsə yaza bilər. Çox təşəkkür edirəm. Allah razı olsun. Təşəkkürlər. Qrup seansların qiyməti müəyyən məbləğ olur. Amma sırf bu son zamanlar olan durumları nəzərə alaraqdan mən istəyirəm ki, daha çox insanlar öz qorxularını şəfalandırsınlar. Bu həm də mənim hədiyyəm olsun insanlara. Ona görə də mən xüsusi təklif qoymuşam öz qrup seansım üçün.
Yəni minimal enerji balansını qorumaq üçün olan bir ödəniş olacaqdır ki, siz bu ödənişi etməklə qrup seansında iştirak eləyə bilərsiniz. Kimlərdə ki, qorxular daha çox fəsadlar verir özünə, bunun artıq fərqindədir. Bu fürsəti dəyərləndirin, seansı alın və gözəl nəticələrini də həyatınızda müşahidə edin. Və indi burada 6 nəfər iştirakçı var. Mən çox istəyərəm ki, sizə elə bu təlimdə məni sonucan dinlədiyinizə görə bir dənə də hədiyyə edim. Burada olanlardan kimlər ki, seansda iştirak eləməyibdir, bir nəfərə bu seansı hədiyyə edəcəm. Çox möhtəşəm idi qorxu seansı. İstərdim yenə də qatılım. Görürsünüz, dünənki təlimdə, dünənki qorxuların şəfalanması seansında iştirak edən xanımın rəyidir. İradə xanım, sizin üçün inşallah gözəl nəticələrə vəsilə olsun, şəfa olsun. Siz də bu fürsəti dəyərləndirin. Bu seansa qoşulun, bu xüsusi təklifi dəyərləndirin və öz qorxularınızı şəfalandırmaq üçün kiçik bir addım atın. Bəzən atılmış kiçik bir addım insanı daha çox yüksəklərə gətirib çatdıra bilər. İndi kimlər buradadırsa da zəhmət olmasa adınızı rəy bölməsində yazın. Mən sizlərin içindən birinizə bu seansı hədiyyə edəcəm. Seçimi necə edəcəm? Gözümü yumacam, əlimi qoyacam. Kimin adına düşəcəksə o seansı qazanmış olacaqdır. Adlarınızı yazın. Söhbətləri yuxarı aşağı eləyəcəm. Əgər söhbət yuxarı çıxsa belə, yuxarı aşağı edib təxmini bir nəfəri seçəcəm. Hər kəs yazsın öz adını. Tamam, düşünürəm ki, hər kəs yazdı. Kim yazmayıb? Bir nəfər deyəsən çıxdı. Ona görə də burada yazanlardan dəyərləndirəcəm. İndi isə baxaq görək seçim kim üçün olacaq. Mən gözlərimi yumuram və seçim edəcəm. Kim daha çox ehtiyac duyursa, inşallah ki o qazanar. Gülnarə xanım, sizin adınız çıxdı. Təbrik edirəm sizi. Mənə şəxsi yazarsınız. Sizi qrupa əlavə eləyərəm. Seans zamanında inşallah qoşularsınız. O bir xanımlarda siz də əgər istəsəniz seanslarda iştirak etmək üçün mənə şəxsi yaza bilərsiniz. Dediyim kimi xüsusi təkliflə bu seansdan yararlana bilərsiniz. Öz enerji bədəninizi qorxu enerjisindən azad edə bilərsiniz, şəfalandıra bilərsiniz. Qaynaqlarının Yaradanın ilahi işığı ilə şəfalanması sizin həyatınıza, sizin fiziki bədəninizə, enerji bədəninizə çox gözəl təsir edəcək ki, bu da həyatınızı daha da yaxşılaşdıracaqdır. Bugün məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İstəyirəm ki, dünyada sevgi enerjisi hökm sürsün. Mən etdiyim hər bir şeyi hər zaman sevgi ilə edirəm. Bugün sizə danışdığım bu mövzunu da sevgi ilə təqdim etdim. İstədim ki, siz əgər bu qorxu enerjisini bədəninizdə çox saxlayırsınızsa da, düşüncələrinizdə, duyğularınızda qorxu çoxdursa da, bunun fərqində olasınız və bunlardan azad olmaq üçün nələrsə edəsiniz. Qorxunu nə qədər özümüzdə saxlasaq, o bizi daha da gərginləşdirəcək. İnsanı depressiyaya sala bilər, insanda bir çox fiziki xəstəliklər ola bilər, insanın aurasını zədələyə bilər, çakralarında blokajlar ola bilər, insanın həyat tərzi, insanın düşüncələri, insanın münasibətləri, karyerası və s.
bununla bağlı arzu etdiyi kimi olmur belə olanda. Ona görə də vaxtında fərqində olaq, onların üzərinə gedək, onlarla işləyək və onlardan bacardığımız qədər azad olmağa çalışaq. Yenə də deyirəm, bu hansı qorxulara aiddir? Bizə ziyan verən qorxulara aiddir. Amma normalda qorxu duyğusu insana lazım olan bir duyğudur, bizi müdafiə edən bir duyğudur. O qorxuları hər zaman özünüzdə yenə də saxlayın ki, lazım olan məqamda ehtiyatlı olmağı bacarasınız. Lazım olan yerdə dayanmağı bacarasınız. Lazım olan yerdə özünüzü sərhədləməyi bacarasınız ki, siz təhlükə ilə qarşılaşmayasınız. Amma yersiz qorxularınızı isə çalışın ki, azad edin ki, irəliləyə biləsiniz, uğur qazana biləsiniz, istədiyiniz mövqedə ola biləsiniz. Hər birinizə öz sevgi enerjisimi yollayıram. Hər birinizə bol sevgi arzulayıram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Həyatda, dünyada insanların bir-birinə qarşı hər zaman gözəl enerjilərdə olmağını diləyirəm. Və çalışın hər zaman rahatlığınızı saxlayasınız. Biz insanıq, biz bu həyatda yaşayırıq. Başımıza müəyyən şeylər gələ bilər, müəyyən çətinliklərdən keçə bilərik, problemlər yaşaya bilərik. Amma bunların hər biri olan halda biz daxili rahatlığımızı qoruyub saxlaya biləndə, emosional vəziyyətimizi tarazlaya biləndə biz bu baş verən hər bir gözləmədiyimiz hallardan da az bir ziyanla çıxmağı bacararıq. Necə ki, o pilotlar o durumda, o vəziyyətdə çıxış yolunu hansısa formada tapıb o qədər insanların həyatlarını xilas elədilər. Onlara da öz adımdan təşəkkür edirəm, ailələrinə başsağlığı verirəm. Həqiqətən də onlar qəhrəmandılar və bu insanlara onu göstərsin ki, buradan mənfi tərəfə fokuslanmasınlar. Buradan onu göstərsinlər ki, hər bir çətin durumda insan həll yolu tapmağa yönəlməlidir. Necə ki, onlar həll yolu tapmağa yönəldilər və edə biləcəkləri ən yaxşı şeyi etdilər ki, bu qədər insanın həyatını xilas edə bildilər. Və biz də başımıza bir problem gələndə, özümüzü çarəsiz hiss eləyəndə bilək ki, mütləq ki, hansısa bir işıq yolu var. O işıq yolunu görməyə bacaraq, ruhdan düşməyək və bilək ki, əgər inamımız olsa, təvəkkülümüz olsa, özümüzə və yaradana güvənimiz olsa, lazım olan yerdə də hər hansı bir çıxış yolu mütləq ki, bizim üçün gələcəkdir. Siz sağ olun, Allah ürəyinizə görə versin. Sağ olun Aynur xanım, hər zaman sevgi dolu olasınız. Çox təşəkkür edirəm hər birinizə. Dəyəriniz üçün çox sağ olun. Çox sağ olun, təşəkkürlər, şəfa olsun. Belə əziz izləyicilər, nəsə sözünüz, fikriniz, sualınız varsa da yaza bilərsiniz. Yoxdursa bugünkü vebinarımızı yekunlaşdırırıq. Xoş sözlərinizə görə, dəyərinizə görə çox sağ olun. Mən də sizdən olan sevgini aldım, qəbul etdim. Bir-birimizə sevgi yayaq. Elə orada da deyilirdi, bir çox görürsünüz ki, hər kəs paylaşır bunu ki, insan ölümləri görəndə həyatın qədrini bilir, əzizlərinin qədrini bilir ki, bir-birinizə qarşı aqressiyada olmayın, bir-birinizə qarşı mənfi duyğularda olmayın, bir-birinizə öz sevginizi etiraf eləyin, xoş sözlərinizi deyin. Yəni, bilmirik nə vaxt olacaq ölüm, bilmirik başımıza sabah nə gələcək. Ona görə də İçimizdən insanlara hər zaman xoş duyğular göndərək və insanların da xoş duyğularını Allah qəbul edək. Minnətdaram, var olasınız. Çox sağ olun. Bugünlük bu qədər. Sağ olun, sevgi ilə qalın.